Əziz şahmatçılar, bizim bugünkü şahmat məşğələmizdə biz Azərbaycanın, mən deyərdim, canlı şahmat əfsanəsi Azər Mirzəyev yaradıcılığı haqqında danışmaq istərdik. Azər Mirzəyev beynəlxalq grossmeysterdir, hər birimizin dostudur. Ümumiyyətlə, dünya şahmatçılarının qəbul etdiyi aktiv, praktik şahmatçılardan biridir. Dünyanın müxtəlif ölkələrində Azərbaycan layiqlicə təmsil edir. Bu oyun Azər Mirzəyev gənc yaşlarında David Bronşteynlə oynayıb 1996-cı ildə. Nəzərinizə çatdırım ki, David Bronşteyn 1951-ci ildə çempionluq uğrunda final oynayıb. O dövrlərin ən güclü şahmatçılarından biri Mixail Batvinniklə və hətta final maçı 12-12 hesabı ilə nəticələnmişdi və həmin dövrün qaydalarına görə final maçı 12-12 olduğuna görə David belə deyə Bronşteyn məğlub hesab olundu. Daha doğrusu Batvinnikə dünya tacı verildi və onda belə deyək, David Bronşteyn həmin dövrlər dünya çempionu ola bilməyən ən güclü şahmatçı kimi adlandırırdılar. Və biz oyuna nəzər yetirək, ağ fiqurlarla David Bronşteyn oynayır, qaralarla dediyimiz kimi Azər Mirzəyev, at F3, at C6, fil B5, J6, C3. Rossalimov variantıdır Siciliya müdafiəsində ən çox oynanan variantlardan biridir. Nəcməddin Rossalimov variantı. Fil J7, D4, vəzir B6, A4, CD, qala qurma, A6, fil C6, DS, A5. Vəzir C7, CD, fil J4. Fil J4 gedişinin mənası, yəni fil F3 xanasını bağlamada saxlayır. At C3 və fil F3. Burada Azər Mirzəyev fil F3 vurub, rəqibin mövqeyində artıq bir zəiflik yaradırıq. Çünki vəzir F3 olarsa fil D4-dən sonra qaralar piyada üstünlüyü əldə edir. J, at F6, F4. Burada David Bronşteyn F4 gedişini oynayır və F4 gedişinin əsas mənası yəqin ki, həm Y5 gedişinin qarşısını alır, həm də F4 zəif piyadaları hərəkət elətdirir. F4, Y6, fil Y3, qala vurma, B4. Top A-dakı D8, vəzir F3, at Y8. At Y8 J7 filin aktivləşdirir. Qaralar at Y8 gedişinə və burada əsas məsələ atı D6-ya və C4-də boş xana var. C4 xanasında yerləşdirməkdir qaralarla. Y5, ağlar Y5 gedişini oynayıb. Qaraların məhz at D6 gedişinin qarşısını alır. Vəzir C8, vəzir C8, at C7-yə şərait yaradırıq. At növbəti gedişdə B5 və D5 xanalarını hərəkət edə bilər. H4. Ağların ideyası məlumdur. Burada H5, yəqin ki, şahı oynayıb topu H1 xanasını hərəkət etdirmək istəyir. At C7, H5 və at B5. At B5 oynayıb qaralar. Halbuki burada at D5 daha yaxşı olardı. Counter analiz at D5 göstərir. Lakin oyunda at B5 oynanılıb. Baxaq, at Y2, D4 piyadası müdafiə edir. Vəzir D7, vəzir H3 və top F-dəki Y8. Ümumiyyətlə, top F-dəki Y8 tipik mövqelərdə adətən həm fil F8 ideyasına görə oynayırıq. Top Y8 gedişin F3, vəzir D5, şah F2. Şah F2 gedişinin mənası topun H və J xəttlərinə hərəkətin asanlaşdırmaqdır. Şah F2-də hazırda nisbətən təhlükəsiz dursa da, yəqin ki, oyunun növbəti mərhələlərində qaraların əsas hədəfi F2-dəki şahın mövqeyidir. Vəzir B3, H2, H2, top A-dakı B1. Burada B4 piyadasına vəzirin təhlükəsi var. Hazırda B4 piyadasını qorumaq fil D2 gedişi ilə mümkün deyil. Çünki at D4-dən sonra burada qaralar piyada üstünlüyü əldə edir. Ağlar top A-B1 oynayır. Vəzir A2, vəzir ikinci xəttə çox gözəl dayanır. Top A1, vəzir B3 və burada F5 oynayır Bronşteyn. F5 Bronşteyn piyadanı qurban verir. Yəqin ki, at F4 kimi və Y3 filinin aktivliyin nəzərə alır. Lakin Y vurandan sonra burada düşünürəm ki, qaraların mövqeyi çox yaxşıdır. Top H1 gedişinə bizim istedadlı və çox təcrübəli şahmatçımız Azər Mirzəyev gənc yaşlarında olsa da, hətta burada çox gözəl bir F4 gedişini görür və F4 oynayır. F4 gedişinin mənası D4 piyadasını müdafiə fiqurlarını zəiflətməkdir. F4, fil F4, at D4. Artıq
D xəttinin açılmağı və Y5 piyadasının təzyiqdə olmağı qaralara çox böyük bir üstünlük verir və nəzərə alsaq ki, F2 xanasında ağların şahının mövqeyi də yaxşı deyil. At D4, top D4, vəzir H7, şah F8. Və demək olar ki, qaralar çox gözəl bir şəkildə şahı artıq belə deyə təhlükəsiz xanalara cəlb eləyir. Fil H6, fil H6, vəzir H8, şah Y7. Şah Y7-dən sonra aydın məsələdir. Yəni burada H6 filin ağlar uçsa, növbəti gedişlərdə topla vəzir aktiv şəkildə rəqibin şahın buradan çox böyük bir təhlükələr yarada bilər. Vəzir F6, şah D7, Y6, top Y6, vəzir D4, top D6, artıq top templə rəqibin mövqeyinə daxil olur. Vəzir Y4, F5, vəzir Y2. Vəzir Y2 gedişi demək olar ki, məcburi gedişdir. Çünki burada vəzir Y5 oynanılardısa da top D5-dən sonra artıq yenə top D2-yə heç bir çıxış yolu qalmır. Vəzir Y2, top D2, top D2-də rəqibin vəzirini bağlamaya salır və burada David Bronstein top A-D1 gedişini oynayır. Top Y2-ni vura bilməz, çünki D2 topumuz bağlamadadır və bizim əfsanəvi şahmatçımız, beynəlxalq qrosmeysterimiz Azər Mirzəyev burada çox möhtəşəm vəzir Y3 gedişi ilə çox fantastik bir mövqedə David Bronstein üzərində qələbə qazanır və bu mən deyərdim Azər Mirzəyevin karyerasında oynanılmış ən gözəl oyunlardan biridir və elə ən gözəl oyun kimi də biz bunu analiz elədik və hər birinizi bu oyunu sərbəst şəkildə bir daha analiz edib müəyyən bu mövqeləri öz dərslərinizdə, yəni gənc şahmatçılar öz praktik oyunlarında tətbiq edə bilərlər. Hər birinizə təşəkkür edirəm. İnşallah növbəti dərslərimizdə görüşmək ümidi ilə. Sağ olun.